Salam, xoş gördük, hörmətli izləyicilərimiz. Bu gün sizlərə bağlı, bağatlı, qəşəng şəxsi tikili həyət evimizi təqdim edirəm, hörmətli izləyicilərimiz. Birinci bağ hissədən başladım. Göstərim sizlər üçün meyvə ağaclarını. Bax, gözəlliyi görürsünüz də necə şampan gilası, öküz ürəyi gilası necə bar gətirib. 6 sot torpaq ərazisində inşa olunub, hörmətli izləyicilərimiz. Masazır qəsəbəsində yerləşir. 5 otaqlı, 2 mərtəbəli, şəxsi tikili, içində də yarım əşyası olan mənzilimiz. Kondisionerlər mövcuddur, tam şəxsi tikilidir. Görürsünüz, 24 saat müşahidə olan mühafizə kameralarımız mövcuddur. Evin də 4 tərəfinə hərəkət etmək olur və pəncərələr görürsünüz, hər bir tərəfdən, 4 bir tərəfdən dəmir barmaqlarda əhatə olunubdur. Həyətində də olmayan meyvə ağacı yoxdur. Həyətin çox hissəsi yaşıllıq üçün və bağ-bağat üçün nəzərdə tutulub. Bu tərəfdən ilk öncə ön hissədən göstərim sizlərə. Görürsünüz, evin 4 bir tərəfinə hərəkət etmək olur. Evin arxa hissəsi, yan hissəsi, yataq otağından çıxan balkon hissə. Bax, burada öküz ürəyi gilası görürsünüz. Bar gətirib, çox yekə-yekə. Burada da ağ, qara, yarı rəngli gilas. Burada həyətin sanitar qovşaq hissəsi var. Hamam otağımız var. Belə bir rakustan da göstərim sizə. Ərik ağacı, üzüm, zeytun, yapon əzgili, nar, əncil, hər bir ağacı, alça, gavalı, hər bir ağac mövcuddur, yaşıllığı. Görürsünüz, nəzər salırsınız, evində 4 tərəfinə keçmək olur, memarlıq standartlarına uyğun şəkildə tikilib. Evimiz super, gözəl, təmirli, şəxsi tikili həyət evimiz. Bağ evi kimi yaşam üçün də istifadə edə bilərsiniz. Bax, evin ön görünüşü görürsünüz, necə gözəl dizayn verilib. Tam şəxsi tikili evdir. Hardasa 12-13-ə təmir olunmuş evdir. Həyətində darvazası buradadır. Metlaq şahmat formasında düzülüb. Bax, burada da yapon əzgili var. Görürsünüz, bar gətirib, qəşəng formada. Meyvə ağaclarına üstünlük verilib. Burada evin qaraj hissəsi var. Texniki otaq qarajda yerləşir. Döşəmə, kafel. Burada da nə görürsünüzsə qiymətə daxil qalacaq. Burada mini kateli kombisi var. İşləş vəziyyətdədir. Bax, belə bir vəziyyətdə olan qarajımız çox böyükdür. Harca 40 kvadrata yaxın. Evin sağ hissəsindən də hərəkət etmək olur. Bax, burada da əncil ağacları, burada gilas, alçanı görürsünüz. Bax, alça barını da gətirib, hörmətli izləyicilərimiz. 4 bir tərəfdən açıq şəkildə heç bir qonşu da evi narahat eləmir. İndi isə vaxt itirmədən evin daxili sahəsinə keçək, sizlər üçün göstərim. 5 otaqlı, gözəl, təmirli, içində də nə görsəniz qiymətə daxil qalan bir ev. Evin qiymətini indən xatırladım sizlərə. Qiymətimiz 220.000 manatdan satışa çıxıb, paket kupcalıdır. İpoteka şərtlərinə tam uyğun vəziyyətdədir. İsti sistemi, kombi, mütəmadi qalınan ev deyil. İstirahət günlərindən də gəlib baş çəkilir evə. Belə göstərim sizlərə gözəlliyi. Birinci mərtəbədə salon, mətbəx, sanitar qovşaq, hol və əlavə bir yataq otağı var. Bu evimizin salon hissəsi. Bax, burada nə görsəniz qiymətə daxil qalacaq. Evimizdə 2-3 ədəd kondisioner mövcuddur. Burada oval formasında öz bağına baxır. Bax, burada belə bir gözəllik. Döşəmə qəşəng. Bax, görürsünüz. Buna laminat parketdə demək olur. Bahalı parket növündəndir. Pilləkan fıstıq ağacı. Evimiz 1-ci, 2-ci və 3-cü mərtəbə. Hamısı monolit, beton, kalon. Qapılarımız çox bahalı qapıdır. Mətbəx hissəmiz, hörmətli izləyicilərimiz. Görürsünüz, necə gözəl. Ətrafı geniş, 16 kvadrat, 18 kvadrat. Bax, bu mətbəxin eyni uzunu var. Mətbəx möbilimizdə qabyan var. Mətbəx möbilinin üstü mərmər. Membran mətbəx möbilidir. Stol var, soyuducu var. Qaz aspirator, hər bir şey qaydasındadır. Və mühafizə xidmətinə qoşulmuş siqnalizasiya mövcuddur.
Burada isə evin birinci mərtəbəsində olan yataq otağımız var. Bax, belə gözəl. Hər bir şey qiymətə daxil qalacaq. Təmirə aid heç bir iş görməyəcəksiniz. Super təmirdir. Girib sadəcə yaşamaq qalır. Birinci mərtəbədə olan sanitar qovşaq hissəmiz. Hər bir şey var, hər bir aksesuar var. Döşəmədə yerdən isitməli. İndi isə ikinci mərtəbəyə qalxaq. İkinci mərtəbənin pilləkəni. Bax, buradan qalxdıq. İkinci mərtəbənin hərəkət zolağı. Burada ümumi balkonumuz var. Həyətin balkonu yerləşir. Hol geniş formada 3 yataq otağı var. Yataq otağın birində kladovka mövcuddur. Burada evin ikinci mərtəbəsinin sanitar qovşaq hissəsi. Duş kabinləri də təchiz olunub, bahalı asma tavan, hər bir aksesuar da mövcuddur. Evin bir yataq otağı. Evimizdə ümumilikdə 4 yataq otağı var. 18 kvadrat bu yataq otağının sahəsi mövcuddur və divar kağızlarımız çox bahalı divar kağızlarıdır. Bu isə evin ən böyük yataq otağı hardasa 24 kvadrat, 4 yarımın 6-yadır. 26 kvadrat yarım yataq otağının sahəsi var. Pərdələr, hər bir şey qiymətə daxil qalacaq. Buradan isə yataq otağının balkona çıxış var. Özünə məxsus hardasa balkonda 6 kvadrat sahəsi var. Bu qapıdan balkona keçidimiz var. Bu isə evin 4-cü yataq otağı, 2-ci mərtəbənin isə 3-cü yataq otağı. Bu belə gözəl dekor. Divar kağızlarımız var. Pərdələrimiz zövqlü pərdədir, çilçıraq və bu otaqda da əlavə kladovka mövcuddur. Buranı sanitar qovşaq da eləmək olar və geyinib soyunma otağı da etmək mümkündür. Bu isə evimizin belə deyək, ümumi balkon hissəsi. Qiymət 6 sotda tam şəxsi tikili 2 mərtəbə beton kanon monolitlə inşa olunmuş 2 mərtəbəli şəxsi evimiz. Hardasa 200 kvadrata yaxın yaşayış sahəsi var. Paket kupçadır. Masazırın gözəl güşələrindən birindədir. Tam şəxsi tikili paket kupçası var. İpoteka şərtlərinə, bank şərtlərinə də tam uyğundur. Xüsusi mülkiyyət, fərdi yaşayış kateqoriyalı çıxışı var. Qiymət 220 min manata deyilir. Real alıcı olsa cüzi endirim olunacaq. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.